Salam əziz şagirdlər. Deməli 2020-2024-cü illər arası natural ədədlərin buraxılışa düşmüş suallarına baxarıq 11-ci siniflər üçün. Birinci sualımızda deyir ki, A çoxluğu 20-dən kiçik sadə ədədlər çoxluğu olarsa, onun elementlərinin sayını tapın. Biz bilirik ki, ən kiçik cüt sadə ədəd, yeganə cüt sadə ədəd 2-dir. Sonra 3, 5, 20-dən kiçik, 7, 11, 13, 10, 7 və 19. Yəni A çoxluğunun elementləri 2, 3, 5, 7, 11, 13, 19 olacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni A çoxluğunun elementlərinin sayı olacaq 8 dənə. Növbəti sualın izahına baxaq. Deməli, bizdə deyir ki, x 36-dan böyük bərabərdir. 46-dan isə kiçikdir. Yəni 36 kiçik bərabərdir x, kiçikdir 46. Bu aralığı belə yaza bilərik ki, 36 46 aralığı. Yəni 36 daxildir, amma 46 daxil deyil bu aralığa. Deyir ki, neçə natural həlli var? 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45. 46-nı yaza bilməliyəm, çünki 46-dan kiçikdir. Kiçik bərabər olsaydı 46-nı yazardım. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Və yaxud belə də yaza bilərik ki, 46 çıxaq 36 bərabərdir 10. Yəni ki, bu bərabərsizliyi ödəyən 10 dənə ədəd var. Bunlar eyni ilin buraxılış sualları olduğu üçün oxşar suallardır. Sadəcə burada deyir ki, tam həllərinin cəmini tapın. Biz də bilirik ki, 2-6 aralığında yerləşən tam ədədlər müsbət tam ədədlərdir. Çünki 2-nin özü də müsbətdir, 6-ın özü də müsbətdir. Bunu belə yazarıq ki, 2 kiçikdir bərabərdir x-dən, o da 6-dan. Yəni bunu ödəyən ədədlər 2, 6 aralığındadır. Yəni 2 daxildir, 6 daxil deyil. 2, 3, 4, 5, 6 yox. Cəmi eləyir 14 dənə. Yəni cəmi 14-dür. Ədədlərin cəmini soruşur bizdən 14-dür. İndi növbəti sualın həllinə baxaq. Bizdən soruşur ki, 3 ardıcıl tək ədədin, tək natural ədədin cəminin 5-də 3 hissəsi 70,2 olarsa, böyük ədədi tapın. Deməli, burada misal üçün götürsək 1, 3, 5. Bunlar həm ardıcıldır, həm də tək natural ədədlərdir. Bunların arasında fərq nə qədərdir? 2 üstəgəl 2. Yəni uyğun olaraq x üstəgələk 2, x üstəgələk 4. Bunların cəmini eləyir. Yəni birinci ədəd götürərəm x, ikinci ədəd götürərəm x plus 2, üçüncü ədəd götürərəm x üstəgələk 4. 3x üstəgələk 6 vuraq 5-də 3 hissəsi. 5-də 3 bərabərdir 70,2-yə. 3x üstəgələk 6 bərabərdir 70 vuraq, 70,2 vuraq 3-də 5. Bunlar da ixtisar gedir, eləyir 23, onda 4. 3x üstəgələk 6 bərabərdir 15, 17, 10, 11. 117. 3x də bərabərdir 117 çıxaq 6. 3x də bərabərdir 111-ə. X bərabərdir 37-yə. Yəni birinci ədədim 37-dir. İkinci ədədim 39-dur. Üçüncü ədədim 41-dir. Bizdən soruşur ki, ən böyük ədəd. Ən böyük ədəd 41. Yaxşı, növbəti suala baxaq.
Növbəti sualda da bərabərsizlik məsələsidir. Deyir ki, 30 daha doğrusu 15 kiçikdir x üstəgəl 11-dən. 15 minus 11 kiçikdir x-dən. 4 kiçikdir x-dən. Yəni 4 müsbət sonsuzluq bu bərabərsizliyin həlləri olar. Yəni 4 daxil deyil. 4-dən müsbət sonsuzluğa natural ədədlər bu bərabərsizliyin həlli olar. 4-dən böyük ən kiçik natural ədəd hansıdır? 5-dir. Və bizə nə deyir? Deyir ki, bərabərsizliyin ən kiçik natural həllinə 20 əlavə etsək. Əlavə edək 20-ni. Bərabər olur 25-ə. Yəni cavabımız 25. İkinci növbəti suala baxaq. Növbəti sual bir cədvəl sualıdır. Deməli, bizdən soruşur ki, cədvəldə A və B ədədlərinin müxtəlif sadə vuruqları verilmişdir. Əbob AB 441 olarsa, K-nı tapın. Burada biz A-nı görürük, belə işarə edib. B-ni də belə. Eyni qaydanın A, B, A, B. Aha. Bu, A-nın içində olan 3-lərin sayıdır. A bərabərdir. 3-ün sayı nə qədərdir? 6 dənə. 3-dür 6. B-də 3-ün sayı 2 dənədir. 3-dür 2. Eyni qaydanın K-ya baxırıq. K-nın sayı nə qədərdir? K-nın sayı deməli A-da 2 dənədir, B-də 7 dənədir. Bizə bilirik ki, əbob olanda ən kiçikləri götürürdük. Yəni loglu desək ən kiçikləri. Yəni götürərəm buradan A-dan götürərəm K üstü 2-ni, B-dən götürərəm 3 üstü 2-ni. Yəni 3 üstü 2 vuraq K üstü 2 bərabərdir. Bunların əbobudur. Əbob AB-nin əbobu bərabərdir 3 üstü 2 K üstü 2. O da bərabərdir 441-ə. Deməli, K-nın kvadratı bərabər 441 bölək 9. O da eləyir 441 bölək 9. Daha doğrusu, 9-a. 9-a böləndə eləyir, deməli, 4 dəfə 36, o da eləyir 81, bu da eləyir 9. Yəni, K kvadratı bərabər 49-a, K bərabərdir 7-yə. Yəni, bizdə K-nı soruşur, K bərabərdir 7-yə. Belə. Yaxşı, buradan K bərabərdir 7-yə. Növbəti suala baxaq. Növbəti sualda bizdən nə istəyir? Deyir ki, əbob AB bərabərdir 6. A vuraq B bərabərdir 180 olarsa, A plus B-nin cəmini tapın. Yəni ki, A bərabərdir yazsaq 6K, B bərabərdir yazsaq 6M. Onda olur ki, deməli, oxşar olanları götürürdük də burada. Ortaq vuruqları. Əbob nədir? Ortaq vuruqlar. Yəni, ortaq vuruqu 6-dır. K ilə M də qarşılıqlı sadə ədədlərdir. Yəni, 6 əbob K M olsa, əbob K ilə M-ə olacaq 1. Aha. Biz bilirik ki, qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Aha. Əbob AB, daha doğrusu burada bərabərdir 180, bunu səhv yazırıq. Deməli, burada belə yazaq. Yazarıq ki, düz yazmışıq, düz. Sadəcə mən burada A vuraq B bərabərdir 180. A-ya demişik 6K, B-yə demişik 6M. Yəni ki, 36 KM. O bunu açıq yazım, başa düşəsiniz. 6K vuraq 6M bərabərdir 180. K vuraq M bərabərdir 5-ə. Çünki 36 eləyir, 180-ə də 36-ya böləndə 5. Yəni K ilə M-in hasili 5-dir. K ilə M də qarşılıqlı sadə ədədlərdir. Hansı qarşılıqlı sadə ədədlərin hasili 5 eləyir? Buna 1 desək, buna 5 desək, hasili 5 eləyir və yaxud K-ya 5 desək, M-ə 1 desək, yenə də hasili 5 eləyir.
Biz götürək k-nı 5, m-i 1 kimi. K-nı 5 götürsək, 6k bərabərdir 30-a. 6 vuraq 5 bərabərdir 30-a. Yəni bu olur nəyin qiyməti? Bu olur a-nın qiyməti. A bərabərdir 30-a. 6 vuraq 1 bərabərdir 6-ya, o da olur b-nin qiyməti. Bizdən nə soruşur? Deyir ki, a ilə b-nin cəmini. Yəni 30 üstəgələk 6. Cəmi eləyir 36. Əgər ki, nə isə başa düşməsəniz, nə isə qaranlıq qalsa, nömrə qeyd edəcəm. Həmin nömrəyə yazıb ətraflı izahını göndərirəm. Ətraflı izah verirəm, sadəcə ola bilər ki, nə isə qaranlıq qaldı, nə isə başa düşmədiniz. Bu nömrəyə yazıb soruşa bilərsiniz. 077 175 38 69. Yəni istədiyiniz vaxt bu nömrəyə yaza bilərsiniz. Mən sizə daha ətraflı da izah verərəm. Lazım gələr sizi bir dərsə də qoşaram. Orada hansı sual istəsəniz onu ətraflı izah edərəm. Bu belə. Sonra demək baxırıq 23-cü suala. 3 ilə 5 qarşılıqlı sadələtlərdir. Burada deyir ki, 3 vuraq əkob 3 üstü n 5 üstü m. Minus 2 vuraq əbob 3 üstü m 5 üstü n. Yəni 3 ilə 5 qarşılıqlı sadədirsə, bunların misilləri də qarşılıqlı sadə olacaq. Yəni 3 üstü n, 5 üstü m də qarşılıqlı sadədir. Biz də bilirik ki, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Yəni 3 vuraq 3 üstü n, 5 üstü m. Əbob isə 1-ə bərabərdir. Minus 2 əbob 3 üstü m ilə 5 üstü n-in əbobu 1-ə bərabərdir. Onu da vururam 2-yə 2. Bərabərdir 133-ə. 3 vuraq 3 üstü 3 vuraq 3 üstü n 5 üstü m. Bərabərdir 135-ə. 3 üstü n 5 üstü m bərabərdir 45-ə. Bunu da 3 üstü n 5 üstü m 45-də yaza bilərəm 9 ilə 5-in hasili kimi. Bəli, yaza bilərəm. Deməli, n bərabər olacaq 3-ün qüvvəti, yəni 3-ün üstü 2 bərabərdir 9-a, 5-in üstü 1 də bərabərdir 5-ə. Aydın məsələdir ki, n bərabərdir 2-yə, m bərabərdir 1-ə. Burada da verib, özü ki, n bərabərdir 2m-ə. Üstə n plus m-in bizi cəmini soruşur, o da eləyir 1 üstəgələk. Daha doğrusu 2 üstəgələk 1-də, yəni n-in qiyməti 2-dir, m-in qiyməti 1-dir. Bərabər olur 3-ə. Bu da bu sualın həlli. Yaxşı, indi növbəti suala baxaq. Burada da eyni qaydadadır, dediyim kimi, yəni bir ilin buraxılışları olduğu üçün, yəni eyni ilin buraxılışlarıdır, sadəcə fərqli-fərqli vaxtlarda, zonalara görə, fərqli-fərqli vaxtlarda olduğuna görə tip olaraq eynidir. Yəni burada da 3 ilə 2 qarşılıqlı sadədir. Həmin onların misilləri də qarşılıqlı sadə olacaq. Yəni 3 üstü m, 2 üstü n də qarşılıqlı sadədir. 2 vuraq. Deyir ki, qarşılıqlı sadələtlərin əkobu dediyimiz kimi 3 üstü m, 2 üstü n. Yəni onların hasilinə bərabərdir. Minus əbobu da 1-ə bərabər olduğuna görə 3. Bərabərdir 33-ə. 2 vuraq 3 üstü m, vuraq 2 üstü n bərabərdir 36-ya. 3 üstü m vuraq 2 üstü n bərabərdir 36 bölü 2 18. 3 üstü m vuraq 2 üstü n bərabərdir. Bunu 9 vuraq 2 kimi yaza bilərəm. Bəli. M bərabərdir buradan 2-yə. N də bərabərdir 1-ə. Və burada da m ilə n-in cəmini soruşur. 2 üstəgələk 1 bərabərdir 3-ə. Bu da belə. Yaxşı. 20-ci sualda deyir ki, m bölək 9 bərabərdir 7. Qalıq n. Bərabərliyindən m-in hansı qiymətində qalıq ən böyük olar? Biz misal üçün götürsək ki, 36 bölək 5. Misal üçün götürsək də. Olur 7, qalıqda 1. Düzdürmü? 36-nı almaq üçün 7-ni vuracam 5-ə. Yəni ki, qisməti vuracam bölənə.
Üzərinə də 1-in gələcək. Eləyəcək 36. Eyni qaydanı da burada da eləyəcək. Bax burada. Deməli, burada olacaq m bölək 9 bərabərdir 7. Qalıqda da qalıqda n. Deməli 7-ni 9-a vuracam. 7 vuraq 9. Üstə gələk n bərabər olacaq m-ə. Biz də bilirik ki, qalıq həmişə böləndən kiçik olur. Bizdə də soruşur ki, qalıq m-in hansı qiymətdə qalıq ən böyük olar? N 9-dan kiçik natural ədəddir. Natural ədəddirsə, deməli 9-dan kiçik ən böyük natural ədəd hansıdır? 8. 7-ni 9-a vuranda 63. Üstə gələk, n-in də qiyməti ən kiçik olduğuna, ən böyük dediyinə görə 8. Bərabərdir 71. Yəni ki, m-in 71 qiymətində qalıq ən böyük olar. Bu da belə. Bu sualımızda deməli burada deyir ki, t bölək 2 bölək t plus 2 bölək 100 t plus 47 kəsirini tam ixtisar etdikdə x bölək y kəsiri alınır. Deməli burada belə yazaq. Yazaq ki, t üstə gələk 2 bölək 100 t üstə gələk 47 bərabərdir x bölək y. Görürük ki, əkop x üstü 5, y üstü 5 bərabərdir 7 üstü 10-a. Biz də bilirik ki, daha bu y-də x kəsiri ixtisar olunmadığına görə y-lə x qarşılıqlı sadə ədədlərdir. Y-lə x qarşılıqlı sadə ədəd olduğuna görə x-ə 1 desəm, y-ə 7 deməliyəm. Və yaxud x-ə 1 deyirəm, y-ə də 49. İndi onu izah edəcəm ki, niyə elə olur. Deməli, hasili də görürəm ki, 7 üstü 10-dur. Deməli, bunu mən yaza bilərəm ki, 7 üstü 10-u yaza bilərəm ki, 7 üstü 2 üstü 10 kimi. Deməli, y-ə deyərəm 7 üstü 2, x-ə deyərəm 1. 1 üstü 2 deyək. Heç orada da səhvliyimiz olmasın. Tam aydın olsun sizə də. 1 üstü 2. 1 üstü 2 onsuz 1-ə bərabərdir. 7 üstü 2 də 49-a bərabər. Deməli, y-in qiyməti oldu 49. X-in də qiyməti oldu 1. Burada da bizə deyir ki, y üstü 5, x üstü 5. Yəni ki, x-in qiyməti 1 idi axı. 1-in üstü 2 idi. Üstü 5 və y-in də üstü 7-nin üstü 2 üstü 5. Və eyni qaydana bunların əkobu nəyə bərabər olur? Olur bunların hasilinə. Yəni qarşılıqlı sadə ədədlərdir. 1 ilə 49 qarşılıqlı sadədir və onların əkobu da olur 7 üstü 10. Deməli, y-in qiyməti oldu 7 üstü 2 49. X-in qiyməti oldu 1. İndi gətirək qoyaq yerinə. Y-in qiymətinə 49 demişdik. X-in qiymətinə 1 demişdik. İndi buranı təmizləyək. Y-in qiymətinə 49 demişdim. Gələk birbaşa vuraq. 49 demişdim. X-in qiymətinə 1 demişdim. 49-u vururam çarpaz. T plus 2-yə. Olur 49 T üstə gələk 98. Bərabərdir. 1-i də vururam 100 T plus 47-yə. O da eləyir 100 T plus 47. Buradan deməli 98-dən 47-sini çıxanda eləyir 51 bərabərdir 100 T-dən 49-un çıxanda eləyir 51. 51 bu da eləyir 51 T. Yəni T-nin də qiyməti bərabər olur 1-ə. Biz də bildik ki, deməli y-in qiyməti 49, x-in qiyməti 1, T-nin qiyməti 1. Bizdən də bunun cəmini soruşur. Həqiqətən də T, y, x verilən şərtə uyğundur. Hamısı natural ədədlərə daxildir.
T 1-dir, Y 49-dur, X də 1-dir. Bunların da cəmi eləyir 1 üstəgələk 1 üstəgələk 49. Cəmi eləyir 51. Yəni 23-cü sualın cavabı 51. Bu da belə. İndi baxaq növbəti sonuncu sualımıza. Deyir ki, x ilə y qarşılıqlı sadə ədədlərdir. Yəni ki, x ilə y, bax, eyni sualda, yəni tip olaraq eynidir. X ilə y qarşılıqlı sadədir. Deməli, bunlar ixtisar olunmayacaqlar. Da bölünməyə heç bir ədəd yoxdur. Ortaq heç bir ədəd yoxdur. Bunları bölsün. 0 onda 3, dövrdə 6. Bunu da yazıram. Neçə? 90-da 36 minus 3 kimi. O da bərabərdir 90-da 33-ə. Yəni x-də, y-də x bərabərdir 90-da 33-ə. Bunlar da ixtisar gedəndən sonra qalır neçə? 3-ə ixtisar getsə 30, ixtisar getsə 3-ə 11. Yəni x-in qiyməti olur 11, y-in qiyməti olur 30. Bunların da bizdən cəmi neçə oluşur? 30 da bərabər oldu 41-ə. Bu da belə. Bu da sonuncu sualımız. Deməli, uşaqlar, gördüyünüz kimi, yəni, natural ədədlərdən buraxılışa o qədər çətin suallar düşmür. Bir suala maksimum, indi burada tam izahını yazdım, özünüz yazsanız belə görərsiniz ki, bir suala maksimum 30 saniyə, 40 saniyə, uzağı getsə 1 dəqiqə, 1 dəqiqə heç getməz, 30-40 saniyə vaxtınız gedir. Yəni, o qədər çətin suallar düşmür. İnşallah bundan sonra natural ədədləri verdik, adi onluq, faiz, digər mövzularda ard-arda bütün seçmə suallarının hamısının izahını verəcəm ta buraxılışa kimi. Nə sualınız olsa, nə qaranlıq qalsa, bir də nömrəni qeyd edeyim. Bu nömrəyə WhatsApp-dan yazın. Lazım olsa mən sizə daha ətraflı da və yaxud dərslərə də qoşa bilərəm, problem deyil. Yəni, nəyi başa düşməsəniz sizə başa salaram, problem deyil. Sağ olun, salamat qalın.